şampiyonluğa görə siz təbrik edir. Amma bilin, uşaq futbolunda çempion olmaq vacib bir şey deyil. Bu dəmirdüyümüzdə çox yığa bilərik. Vacib olan sizin içinizdən böyük futbol oynamaq, futbolçu olmaq. Amma bu çempionluq sizin üçün, hər bir futbolçu üçün bir təkən olar. Bir ayrımı olar ki, mən eləyə bilərəm, mən daha da yaxşı eləyə bilərəm. Yadınıza saxlayın, hər uğur, hər qazanılan uğur məsuliyyəti 1'ə 5 artırır, hər dəfə artırır. Bugün siz çempion oldunuz, elə mi? Gələn sizdən ondan artığını gözləyəcək. Hamı, valideyniniz, məşqçilər, hamı ondan artığını gözləyəcək. Siz o artığını eləyəndə, ondan da artığını gözləyəcəklər. Siz elə bir asan bir şeydir, çempion olmaq. Şöyle işin tabi yox. Çempion olmaq, məsuliyyəti artırmaq deməkdir. İndi gələni sizdən bundan artığını gözləyəcəklər. Gecələ ki, sən çempion olmuşsan, gələni bundan artığını eləyəcəksən. Aydın oldu? Yəni elə bilməyin ki, çempion olduq, işimiz burada tutardı. Məsuliyyət artır, daha da çox şeylər istəyəcəklər sizdən. Başa düşdünüz? Yenə gələm, təbrik edirəm hər birinizin bugün hətta 2012'lərdə olan futbolçuların da, bizdəkilərdir, onların da əziyyəti olur. Sizin bura gəlib çıxmanızda, onların da əziyyəti, onların da hər bir şey olur. Əziyyət çəkməsən heç nə qazanmır. Əziyyət çəkməsən uğur gəlir. Əziyyət çəkməsən böyük futbolçu ola bilmirsən. Bunu yanımda saxlayın. Hər bir şeydə, hasarçılıqla gəlib bir şey qazanılmır. Əziyyət çəkməsən. Soyuqda, qışda, istidə, yorğunluqda, hər bir şeydə. Əziyyət çəkməsəniz, heç bir şey qazana bilmirsiniz. Bir daha sizdən bir şey deyim. Maksim, aftan deməm.